Hello everyone, herkese salamlar. Bugün sizlerle qızıl qaydalardan biri noun bölməsini izah edəcəm. Noun bölməsi isim deməkdir. Yəni bütün detallarına kimi məlumat verməsəm də, əsas yerləri həmişə bizim testdə qabağımıza çıxacaq məqamları sizlərlə bölüşəcəm bugün. Deməli başlayaq. Yazmışam burada və hər dəfə belə qızıl qaydalardan düzəldib inşallah çəkəcəm video. Noun nədir? What is the noun? İngiliscə yazmadım, bəziləriniz başa düşməzsiniz. Amma indi deyəcəm. Noun bilirik ki, isimdir. İsim Azərbaycan dilində də olduğu kimi əşyanın adını bildirir. Hər hansı bir anlayışın adını bildirir. İngiliscə də gəlin belə tərif edək nouna. Noun is the word that names a person, a place or a thing. Belə deyə bilərik. Burada da verilib, noun insanın, əşyanın, yerin və ya anlayışın adını bildirən sözdür. Məsələn, person insan kim, teacher müəllim kim, boy oğlan kim. Deməli, nouns can be plural. Deyir ki, nounlar plural ola bilər. Necə plural? Yəni, həm tək ola bilər, həm cəm ola bilər. İsimlər, məsələn, biraz da dərinliyinə geçsək, isimlər bilir ki, deməli, məsələn, yes, s əlavə olunur. Məsələn, apple verilib burada. Apple'ın sonuna biz edək. Burada biz apple, s əlavə olunur. Görürsünüz, s. Və yaxud da boy, boys yazaq bura, boy. Sonra samitlə bitdiyinə görə boys. Amma bəzi sözlərimiz var ki, məsələn, leaf, yarpaq. Görürük ki, f-dan əvvəl, belə deyək, f-dan əvvəl nə gəlib? Sildim mən bunu. Bir deyək uşaqlar. Leaf, yarpaq. F-dan əvvəl nə gəlib? Sait gəlib. Ona görə də s əlavə olunacaq, leaves olacaq, yarpaqlar. Leaves. Belə. Fox sözü tülkü. Fox x-la bitdiyinə görə foxes olur. Başa düşdünüzmü nə demək istədiyimi? Burada da verilir one apple, two apple. Amma bizim istisnalarımız var. Child sözündə biz child demirik. Məsələn, belə demirik, child. Bu tamamilə yanlışdır. Child kökündən dəyişir. Ona görə də biz children deyirik. İndi onlara qaydacıyıq axırda. İsimlər bilirik ki, countable olur və uncountable olur. Countable'lar sayıla bilən, uncountable'lar sayılmayan isimdir. Biz bunu ingiliscə desək, countable is we can count these things. Biz bunları saya bilirik, sayılır. Uncountable things we cannot count them. Biz onları saya bilmirik, yəni sayılmır. Countable'ları bilir ki, apple, car, book, yəni alma, maşın, kitab və and many few ilə də işlənir. An apple, many cars or a few book. Uncountable'lar isə and artiklı işlənmir və cəmdə olmur. Məsələn, water sudur, su maye olduğu üçün sayılmayandır. Rice, düyü, money, pool. Mən bunlar countable, uncountable biraz dərin mövzu olduğuna görə belə deyək də, dərin deyil, sadəcə istisnaları olduğuna görə sizlərlə bir kitabdan o qaydasını növbəti video çarxımızda izah edəcəm. Daha da belə deyək, dərindən. Tək sayılan isimlər var ki, n-lə istifadə olunur. Artiklı, n artiklı. Məsələn, a dog, a book, or an orange, an egg. Bilirik ki, sami səslərdən, n sait səslərlə başlayır. Amma uşaqlar, baxın, məsələn, verib ki, uniform. Deyəcəksiniz, n uniform olacaq, çünki sait gəlib. Biz bilirik ki, saitdə n işlədirik. Amma bu tamamilə yanlışdır. Sözün özünə görə baxmırsınız. Bu sözün özünə baxmırsınız siz. Sözün səslənməsinə baxırsınız. Uniform deyirsiniz, özü uniform. Burada yəni belə deyək də, öz dilimizlə, lower dilinə yazsaq, uniform deyirik. Və nə ilə başlayır? Y ilə. Ona görə uniform olur. Use
Z for the specific nouns. Xüsusi isimlərlə Z işlətmək qaydaları. Deməli, məsələn, the sun is hot. Deməli, baxın bilsiniz necədir. Birincidə danışım məsələn, book is this is the book. Məsələn, bu kitabdır. This is the book. The book is mine. Bu kitab mənimdir. İkinci dəfə haqqında danışılanda z işlədilir. The sun is hot. I see the girl you talk to. Həmçinin də buna aid, bu da çox dərin mövzudur. Z artiklı, yəni artikellər deyək. Mən bunları ayrıca sizlərdən izah edəcəm. Adjectives come before nouns. İsimlərdən əvvəl sifət gəlir. Yəni sifət həmişə ismin qabağında gəlir. Məsələn, a book house. House-u, yəni evi izah edəcək bir sifət. Big house or nice house, beautiful house. A red apple, qırmızı alma. Almanı izah edəcək bir sifət red. Red apple, delicious apple. Possessive nouns show ownership. Aha, isimləri s artıraraq aidliyini bildirir. Məsələn, deyirəm ki, Tom's book, burada verilib belə. Tom'un s burada ün şəkilçisini bildirir. Tom's book, Tom'un kitabı. The girl's bag, qızın çantası. Ofla da işlənə bilir. Məsələn, living room of house, evin qonaq otağı məsələn. Some nouns have irregular plural. Cəm isimləri 2 yerə bölünür. Mən bunu demədim. Baxın, cəm isimlər plural. 2 qola bölürük. Regular. Deyəcəksiniz ki, irregular bir dəqiqə. Deyəcəksiniz ki, müəllimə, burada biz necə olur ki, feillərdə biz irregular, regular feillərlə, verblərlə tanış olmuşuq. Mən uşaqlar, bilirsiniz, kökündən dəyişənlər isimlərə də aiddir. İsmin cəm formasına aiddir. Məsələn, feildə də olsa, sifətdə, isimdə də var bu. Plurals. Məsələn, mən cəmləri mən olmur da, men olur. Yəni biz bunun cəm formalarını əzbərləməliyik. Bu cəm formaları çoxdur burada. Yəni biz də əlavə edək. Mən, men, əzbərləyim bunu. Woman, women, child, children, mouse, mice, tooth, teeth, foot, feet. Ayaq, ayaqlar, feet. Bunu yazmamışam deyəsən, yadımdan çox. Və bəzi sözlər var ki, həm təkli, həm cəmli eyni. Fish, deer, sheep. Fish, deer, sheep. Balıq, deer, maral, sheep, qoyun. Deməli, uşaqlar, baxın, bugünlük dərsimiz yəni qısa da olsa, sizə çalışdım ki, bir şey öyrədim. Deməli, növbəti video çarxımızda sizlərlə countable, uncountable-lara aid video çəkəcəm. Ümid edirəm ki, bu qızıl qaydalarımız sizlərə aydın oldu. Yenə də nə başa düşməsəniz, həmişəki kimi nə vaxt istəsəniz yaza bilərsiniz şərh bölməsində. Kanala abunə olmağı, like atmağı, yorum yazmağı unutmayın. Sağ olun.